anlayışı var. Hər kəs bir cür anlayır vətən sözünü. Kimi anamdır deyir, kimi balamdır deyir, kimi vətən torpağımdır deyir. Amma artıq onlar üçün vətən şəhid balasıdır, şəhid adıdır. Vətən 5 hərfdən ibarətdir. Bir əldə 5 barmaq var. Biz həmin gün bu 5 barmağı bir araya gətirib bir yumruq olduq. Həmin məşhur dəmir yumruq. Dəmir yumruğumuz hər zaman zirvədə qalsın. Dəmir yumruğumuz hər zaman hazır ol çağırışına bax belə cavab versin. Necə ki 44 günlük müharibəmizin, vətən savaşımızın, 30 illik həsrətimizin zəfəri kimi. Zəfər yolun hər zaman uğurlu olsun Azərbaycan. Zəfər yolun ta Zəngəzura qədər getsin Azərbaycan. Zəfər yolun bundan sonra yaşayacaq hər bir Azərbaycan övladına örnək olsun Azərbaycan. Bura gelenlere gelen çok sağ olun, var olun, minnettar. Allah şehitlerimizi rahmet eylesin, gani rahmet eylesin. Bu kent şehitlerin kendidir. Allah şehitlerimizi de rahmet eylesin. Allah bu işleri görenin Allah canı sağ eylesin. Buna uğurlar arzu ederim. Allah ona hemşe işlerinde uğurlar versin. Gələcəyi də bu kəndə çox gözəl. Mən bu kəndə uşaqlardan çox gəlib vermişəm. Allah var eləsin sizin hamınızı. Əlbəttə şəhidlərdən nə qədər desəm, ağsaqqallar dedi, şairlərimizdir, nə qədər desəm azdır. Bir daha deyirəm, gələnlər çox sağ olsun, minnətdarım hamınıza. Bizim ictimai nəzarətin sədrimiz adından da mən sizə sağ ol deyirəm, şəhidlərimizi rəhbət deyirəm olsun. Teşekkür ederim. Bizim Ziya müəllim burada demək gələ bilmədi, gəlməliydi, gələ bilmədi imkan deyəndə. O da salamını söyləyir, o da təşəkkürünü bildirir. Yenə deyirəm, hamınız var olun, sağ olun. Şəhidlərimizin bəli, qabağında olun. Şad olsun, baş əyir. Kənddə doğulub boya başa çatır, hal-hazırda dağlarda yaşayan xeyriyyətçi bir insanın etdiyi əməllərinə görə gəlmişik bu kəndə. Yerin göz qabağındadır, şəhid bulağı, şəhidlər plakatları hamısı, məscidin tikilməsində, xeyir şəhidinin tikilməsində, yolların avadlaşmasında və asfalt örtüyü çəkmişdir. Ona İstiqlal İctimai Nəzarət Təşkilatı adına, Respublika İstiqlal İctimai Nəzarət Təşkilatı adına dərin minnətdarlığımızı bildiririk. Onlara can sağlığı, xoşbəxtlik arzulayıram ki, Allah onları həmişə qorusun belə xeyirli əməllərində. Bir də bugünkü məclis 1-ci Qarabağ müharibəsinin şəhidləri, sonra 44 günlük müharibəsinin şəhidləri, Aprel qələbəmizə birinci başlanğıc verən Aprel şəhidlərimizi və antiterror əməliyyatında şəhid olmuş şəhidlərimizi, Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Onları hamısı düşünüb bir yerə toplaşmışıq. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Sağ olun. Hörmətlə verilmiş İctimai Nəzarət Təşkilatı. Teşekkür ederim. Səxavət Əliyev. Əgər icazə versəz, Cavid qardaşımız